Hər vaxtınız xeyir olsun, dəyərli müəllimlər, müdavimlər. Mən Nativan Camalzadə, kurikulum üzrə təlimçi. Hər birinizi salamlayıram. Müəllimlər, bu gün də kurikulumun yeni vacib mövzusu olan tənqidi təfəkkür mövzusunu izahını verəcəm. Təfəkkür mövzusu ümumiyyətlə vacib mövzulardan biridir. Həm MİQ imtahanında, həm sertifikasiya imtahanında təfəkkür mövzusuna aid suallar biz imtahanda görürük. Ona görə bu mövzunu dərin, yaxşı öyrənmək lazımdır. Anlamaq lazımdır, dərk etmək lazımdır, əzbərləmək lazım deyil. Baxırıq tənqidi təfəkkürə. Tənqidi təfəkkür nədir? Ümumiyyətlə müəllimlər, tənqidi təfəkkür nə? Tənqidi təfəkkür biri də var. Tənqid etmək. Bunlar başqa-başqa fikirlərdir. Tənqid etməklə tənqidi təfəkkür fərqlidir. Tənqidi təfəkkür hər hansı bir məsələyə obyektiv baxırsan, düzgün baxırsan, gərəksiz olursan, emosiyalardan uzaq, şəxsi düşüncədən uzaq olursan. Amma tənqid etmək kimdəsə səhv axtarmaq, kimdəsə həmişə səhv tutursan, negativ axtarırsan, ancaq onun mənfi cəhətlərini deyirsənsə, mənfi cəhətlərini görürsənsə, bu tənqid etməkdir. Amma tənqidi təfəkkür ədalətli olmaq deməkdir, obyektiv olmaq deməkdir, gərəksiz olmaq deməkdir. Yəni, kiminsə hər hansı bir fikir bildirəndə, yəni tənqidi təfəkkürlü insanlar şər böhtan atmırlar, yalandan uzaq olurlar. Onlar neysə mənim ağlım, hər hansı bir fikir mənim ağlıma gəlirsə, mən bu ağlıma gələnə, ürəyimə gələnə görə qərar verməli deyiləm. Bu tənqidi təfəkkür olmur. Yəni ki, mən bu cür istədim, deyil, ağlıma bu gəldi, ürəyim belə istədi, mən bu cür qərar verdim, bu cür mühakimə elədim, bu cür öz fikrimi dedim. Yəni bu artıq tənqidi təfəkkür olmur. Tənqidi təfəkkür, sən fikir bildirərkən nəyəsə, bunu əsaslandırmalısan. Fikrini əsaslandırmalısan. Empatiyan güclü olmalıdır. Özünü başqasının yerinə qoya bilməlisən. Yəni, Loro dildə desək, fərz edək ki, mən bir kitab oxumuşam, əsər oxumuşam. Bu əsəri mən də oxumuşam. Mənim sinif yoldaşım Nəzrin də oxuyubdur. Sabah gəlirik məktəbə. Mən deyirəm ki, Nəzrin, bu kitab çox gözəl kitab idi. O qədər xoşuma gəldi ki, bu əsər. Ona görə ki, bu əsər dedektiv əsər idi. Mən dedektiv əsərləri xoşlayıram. Əsl mənim istədiyim kimi bir əsər idi. Fikrimi deyirəm. Niyə xoşladığımı da deyirəm. Fikrimi əsaslandırıram. Bax, bu olur müəllimlər, tənqidi təfəkkür. Nəzrin də deyir ki, yox, mən xoşlamadım. Mənim xoşuma gəlmədi, əsər pis əsər idi. Ona görə pis əsər idi ki, bizim mental dəyərlərimizə əks etdirən çox fikirlər var idi. Buna görə də mən bu əsərləri xoşlamadım. Bu da Nəzrinin fikridir. Görürsünüz, hərə öz fikrini deyir, öz fikrini əsaslandırırsa, bax müəllimlər, tənqidi təfəkkür budur. Dediyin fikri deyirsən, əsaslandırırsan. Mən nəyisə xoşlamıram. Misal üçün, mən bu kitabı xoşlamadım. Bu artıq tənqidi təfəkkür deyil. Xoşlamadım. Ondan sonra başlayıram, bu nə üçün xoşlamadığımı əsaslandırmalıyam, deməliyəm. Bax, bu zaman olur nə? Bu zaman olur tənqidi təfəkkür. Müəllimlər, tənqidi təfəkkür insanda sonradan yaranan bir təfəkkürdür. Yəni, bu elə belədir, bu anadan gəlmədir, bunda bu heç vaxt inkişaf etməyəcək, belə bir şey yoxdur. Yəni, zaman-zaman insanlar özlərində tənqidi təfəkkürü formalaşdıra bilərlər. Tənqidi təfəkkür bizim 21-ci əsr bacarığımızdır. Buna kritik də deyirlər, bəzən testlərdə görə bilərsiniz. Buna kritik düşüncə də deyirlər ki, bunu testdə görə bilərsiniz. 21-ci əsr bacarığıdır. Burada əsas məsələ odur ki, sən nə isə fikir bildirəndə, münasibət bildirəndə, əsas odur ki, sən əsaslandıra biləsən. Sənin obyektivlik var burada. Qərar qəbul edərkən, hər hansı bir məsələ haqqında qərar qəbul edərkən, sən öz düşüncəndən, emosiyalarından uzaq olmalısan. Yəni, mən öz hisslərimə, mən öz emosiyama görə qərar verirəmsə, bu artıq tənqidi təfəkkür olmur. Yəni, dəqiq fakta əsasən mən rasional qərar qəbul etməliyəm. Tənqidi təfəkkürdə obyektivlik vacibdir, qərəzsiz olmaq vacibdir. Yəni, burada insan hər hansı bir məsələyə yanaşmasında mütləq şəkildə düzgün olmalıdır, ədalətli olmalıdır, obyektiv olmalıdır. Tənqidi təfəkkürdə müəllimlər var arqument gətirmək, fikri əsaslandırmaq. Və burada incə bir məqam var ki, arqument gətirib fikri əsaslandırmaq
faktlardan istifadə etmək daha doğrusu. Bu həm məntiqi təfəkkürdə var, həm tənqidi təfəkkürdə var. Bəs indi biz nə bilək ki, harda məntiqi təfəkkürdür, harda tənqidi təfəkkürdür? Bunun fərqini biz hardan bilək? Necə bilək ki, biz situasiyalarda seçə bilək? Bax, situasiyalarda müəllimlərin daha çox çətinlik çəkdiyi hissələr budur. Yəni, situasiya düşür, müəllim bilmir ki, burada tənqididir, yoxsa məntiqi. Çünki arqument gətirmək, faktdan istifadə etmək, yəni bu həm məntiqi təfəkkürə aid olan fikirlərdir, fakta əsasən mühakimə yürütmək, əsaslandırmaq, həm də tənqidi təfəkkürdə var. O situasiyalarda müəllimlər burada daha çox çətinlik çəkirlər. Müəllimlər, misal üçün, bu hər iki təfəkkürü aid etmək üçün deyirəm ki, okean tipli yer qabığına malik olan ikili tasvir tavası bir-birindən kənarlaşması nəticəsində orta okean dağ silsiləsi yaranır. Yəni, bu faktı mən deyirəm. Bu bir faktdır. Bu kitabda yazılıb da. Bunu deyirəm, fikrimi də kitabdan əsaslandırıram ki, kitabda coğrafiya dərsliyində tasvir tavaları mövzusunda bu var. Və yaxud deyirəm ki, Qaraqoyunlu dövləti filan ildə bu siyasəti həyata keçirib və nəticəsi, müsbət nəticəsi də bu olub. Və mən bu faktı, bu fikri hardan deyirəm? Kitabdan deyirəm də, kitabdan oxumuşam bunu deyirəm. Ona görə bu nə olur? Bu olur məntiqi təfəkkür. Çünki kitabdakı faktı deyirəm. Faktı da kitabdan gətirirəm. Bu olur məntiqi təfəkkür. Amma tənqidi təfəkkür olanda, tənqidi təfəkkürdə sən bir qədər öz fikrini də bildirirsən. Deyirəm ki, İslandiyada Tingvellir Milli Parkında litasfer tavalarının hərəkətini müşahidə etmək mümkündür. Bu hərəkəti görən turistlər hərə öz fikrini bilirlər. Yəni, bu tavaların hərəkəti, İslandiyaya gedən turistlər bunu görürlər və bu çox maraqlı bir yerdir. Və gedən turistlər də öz fikrini bildirirlər ki, deməli, burada litasfer tavalarının hərəkətini müşahidə etmək olur. Biri deyir, bu hadisə oldu, biri deyir, belə görsəndi, biri dedi, başqa cür görsəndi. Yəni, hərə öz fikrini deyir. Görürsünüz, turistlər öz fikirlərini bildirirlərsə, artıq burada oldu tənqidi təfəkkür. Və yaxud deyirəm ki, Sara xatının tariximizdə böyük bir tarixi rolu var. Azərbaycan tarixində bir qadın kimi, qadın siyasətçi kimi böyük rolu var. Onun siyasətində filan hadisələr olmuşdu. Mənə görə Sara xatının siyasəti düzgündür. Sara xatının bu siyasətini dəstəkləyirəm. Yəni, görürsünüz, mən öz fikrimi deyib əsaslandırıram. Nəyə görə dəstəkləyirəm, nəyə görə dəstəkləmirəm. Bax, bu olur tənqidi təfəkkür. Məntiqidə olur, eləcə deyirsən, yəni bu fakt ancaq kitabdadır. Amma tənqididə elədir ki, sən fikrini deyirsən və bu fikri əsaslandırırsan. Misal üçün, sinifdə Əhmədin qələmi itir. Müəllim gəlir, girir sinifə. Müəllim sinifə daxil olanda uşaqlar deyir ki, Əhmədin qələmi itibdir. Hamısı deyir ki, müəllim, Əhmədin qələmini misal üçün Orxan götürüb. İndi hamın deyirsə, müəllim inanmalıdır ki, Orxan götürüb. Xeyr. Əgər buna müəllim inanırsa, deməli bu müəllimin tənqidi təfəkkürü zəifdir. Yəni, hamının dediyini düz qəbul etmək olmaz. Ona görə tənqidi təfəkkürü olan insan, tənqidi təfəkkürü yüksək səviyyədə olan insan neynəməlidir? Bilib-bilmədən qərar verməli deyil. Elə sinifdə 5-6 nəfər dedi ki, bunu Orxan götürüb. Mən o 5-6 nəfərin sözünə görə inanmalıyam? Yox, bilib-bilmədən qərar vermək olmaz. Etibarı mənbəni araşdırmalıyam, uşaqların hamısı ilə danışmalıyam, qələmi itənlə bir də danışmalıyam. Əgər sinifdə kamera varsa, kameranı açıb baxmalıyam. Yəni, görürsünüz, bir neçə yerdən etibarlı mənbələrdən məlumatı toplayıb, əmin olub qərar verməliyəm ki, bunu Orxan oğruyub, yoxsa Əhməd oğruyub bunun qələmini. Yəni, görürsünüz, tənqidi təfəkkür budur ki, sən hər hansı bir problemi həll edərkən bir yerdən yox, bir neçə yerdən informasiya toplayırsan, etibarlı mənbələrdən informasiya toplayıb, düzgün qərar vermək lazımdır. Tənqidi təfəkkürün əsas məqamı düzgünlükdür, obyektivlikdir. Baxın, müəllimlər, məntiqi təfəkkürdə problem həllini sadədir. Yəni, sadə bir problem həll edirsən. Deyirəm ki, Əhməd, sən bu məsələni gəl həll elə. Əhməd bu məsələni gəlir, olduğu kimi həll edirsə, bu nə olur? Bu olur məntiqi təfəkkür, çünki sadə bir yolla həll elədim. Deyirəm ki, bu məsələni başqa hansı yeni yolla həll eləyə bilərsən? Bu da oldu yaradıcı təfəkkür. Niyə? Çünki yeni yol axtarırsan, yeni yol tapırsan. Tənqidi təfəkkürdə isə hər hansı bir problemin həlli üçün səmərəli yol axtarırsan. Deyirəm ki, bu məsələni
səmərəli yolla səncə necə həll etmək olar? Uşaq indi başlayır öz fikri ilə deməyə. Bax, tənqidi təfəkkürdə müəllimlər səmərəli həll yoludur. Sadə həll yolu olanda olur məntiqi təfəkkür. Səmərəli həll yolu olanda olur tənqidi təfəkkür. Yeni həll yolu olanda olur yaradıcı təfəkkür. İndi mən bu məsələni səmərəli yolla, hansı səmərəli yolla həll etdiyimi deyirəmsə, bu artıq tənqidi təfəkküründür mənim. Bu artıq tənqidi təfəkkürdür. Tənqidi təfəkkürlü insanlar daimi səmərəli yol axtarırlar. Misal üçün, məişətdən bir problem deyim. Bizim evimizin paltaryanı xarab olub. Bu evin paltaryanı xarab olubsa, evdəki ağla gələn ilk fikir o olar ki, misal üçün, məntiqi təfəkkürü inkişaf etmişlər ki, fərz edək ki, evdə 5-6 paltar var, elə mən bunu əlimlə yuyum. Paltaryan işləmir də, bunu əlimlə yuyum, qalmasın da bu paltar. Bu olur məntiqi təfəkkür. Çünki sadə həll yolu tapdım. Paltaryan işləmir, əlimlə yuya biləcəm də bunu. Bu sadə həll yoludur. Tənqidi təfəkkürü inkişaf edən insan, tənqidi təfəkkürü güclü olan insan, çünki bu səmərəli həll yolu tapır axı. Səmərəli həll yolu tapanda deyir ki, mən bu paltarı nə qədər əlinə yumalıyam? Onsuz da mən usta çağırmalıyam. Bu paltaryanı düzəltdirməliyəm də. Elə mən bu paltaryanı düzəltdireyim, səmərəli həll yolu. Heç bunu da əlimlə yuyum deyə, bunu da maşına ataram, yuyular. Yəni məişətdən nümunə gətirirəm ki, bunu dəqiq anlamamız üçün. Yaxşı başa düşməmiz üçün ki, yəni tənqidi təfəkkürün səmərəli həll yolu. İndi bu tədrisdə də belədir. Uşağın hər hansı bir problemə, məsələyə, tapşırığa yanaşması, səmərəli yanaşması, öz fikrini ortaya qoyması, öz düşüncəsini ortaya qoyması, öz fikrini əsaslandırması, bax bu olur nə? Bu olur tənqidi təfəkkür. Tənqidi təfəkkürün müəllimlər əsas 5 bacarığı var. 5 bacarıq var ki, bu 5 bacarığa biz deyək 5'lik. Çünki bu 5 bacarıq bir-biri ilə sıx bağlıdır. Konkret olaraq bir-birləri ilə, əsaslı şəkildə bir-biri ilə sıx bağlıdır. Çünki bu bacarıq olmayanda tənqidi təfəkkür inkişaf eləmir. Bunlardan ilk olaraq baxaq birincisinə, bu bacarıqlardan. Birincisi müşahidə bacarığıdır müəllimlər. Birincisi müşahidə. Ən birinci, hər hansı bir problem ortaya çıxarsa, hər hansı bir məsələni həll etməyə çalışıramsa, mən nə etməliyəm? Mən ilk növbədə müşahidə etməliyəm. Deyirəm ki, hər hansı bir qərar verirəm, deyirəm ki, məncə bu işin axırı yaxşı olmayacaq. Çünki mən müşahidə edib müşahidəmə əsasən deyə bilirəm ki, bu işin axırı yaxşı olmayacaq. Yəni, belə şəxslər harda, nə vaxt, nə səbəbdən yarana biləcəyi bütün problemləri müşahidə edə bilirlər. Müşahidə bacarığı. İkinci gəlir təhlil etmə bacarığı. Təhlil etmə bir analitik düşüncə tələb edir. Biz analitik düşüncə keçmişik, deməli, məntiqi təfəkkürdə düşünmə formalarında. Təhlil etmə bacarığı da bir analitik bacarıqdır. Yəni, bu zaman sən müşahidə edirsən, birinci müşahidə etdik. İkinci, sən müşahidə etdiklərinin içərisində ən uyğun olanını, ən vacib olanını təhlil edib götürürsən. Üçüncü gəlir nəticə çıxarma. İndi axı, bir neçə əlimdə informasiya var. Mən bunu təhlil edib, nəticəyə gəlib, ən vacibini götürürəm. Bir nəticə çıxarıram. Yəni, bir də nəticə çıxarmaq üçün, insanın nəticəyə gəlməsi üçün müəllimlər, insanın texniki və ixtisas bilikləri də olmalıdır. Sonra ünsiyyət gəlir. Ünsiyyət, fikri ifadə etmə bacarığı. Bu da tənqidi təfəkkürü formalaşdırır. Müəllimlər, ümumiyyətlə müzakirə varsa, ünsiyyət varsa, fikri ifadə etmə varsa, bilin ki, bu tənqidi təfəkkürdür. Niyə? Biz hər hansı bir mövzunu müzakirə ediriksə, bunu nə edirik? Danışıqla, ünsiyyətlə müzakirə edəcəyik də. Müzakirə ediriksə, mən bir fikir bildirirəm, sən bir fikir bildirirsən, başqası başqa fikir bildirir. Hərə öz fikrini bildirir. Hərənin öz fikrini bildirməsi, hərənin öz fikrini əsaslandırması bu nəyi tələb edir? Təbii ki, tənqidi təfəkkürü tələb edir. Və üçüncü oldu nəticə çıxarma, dördüncü oldu ünsiyyət və beşinci olur problem həll etmə. Problem həll etmə. Bu da bizim
sonuncu bacarığımızdır tənqidi təfəkkürdəki. Yəni sən müşahidə etdin, təhlil etdin, nəticə çıxardın, müzakirə elədin. Sonda da bu problemi həll etməyə çalışırsan və bu problemi sən düzgün, səmərəli qərar qəbul edərək həll etməlisən. Tənqidi təfəkkürlü insan təhlil etmə bacarığı olur, etibarlı informasiya toplaya bilir, qərəzsiz yanaşma nümayiş etdirə bilir, problem həll etmə bacarığı yüksək olur. Həmçinin tənqidi düşünən insan müəyyən bacarıqlar olur. Məsəl üçün, problemi görürsüz düzgün müəyyənləşdirir, problemin yaranma səbəbini araşdırır, araşdıraraq problem haqqında informasiya toplayır, problemi sistemli şəkildə həll edir, həll yolunun səmərəli olduğunu müəyyənləşdirir. Daha sonra əsaslandırma zamanı uyğunsuzluqları, yanlış anlaşmaları aşkar edə bilir, fikrini əsaslandırarkən dəlillərdən düzgün və qərəzsiz şəkildə istifadə edir, məntiqi cəhətdən əsaslı və əsassız fikirləri bir-birindən ayıra bilir, kifayət qədər sübutu olmadıqda öz mühakiməsini kənara qoya bilir. Bir işi görməmişdən əvvəl onun mümkün nəticələrini görmək. Yəni mən hansı bir işi görürəmsə, öncədən onun nəticəsini görə bilməliyəm. Yəni öncədən bilməliyəm ki, bunun nəticəsi mənim üçün nə olacaqdır. Misal üçün, MİQ imtahanına gedən bir müəllim hazırlaşmasın, il boyu hazırlaşmasın və gedib sonda nəticə toplamasın. Yəni bu nəticəni öncədən hələ bir ümidlə də getsin ki, mən gedib bal toplayacağam. Yəni işi görməmişdən əvvəl insan onun nəticəsini görməlidir. İmtahandan sonra deyir ki, gərək mən yaxşı hazırlaşıb, imtahana gedərdim. Onda da nəticəm yaxşı olar. Yəni işi görməmişdən əvvəl, imtahandan əvvəl insan oxuyub əziyyət çəkməlidir də. Müəllim gedir imtahana, kəsilir, imtahanın səviyyəsini görür, kəsiləndən sonra qərar verir ki, mən gərək hazırlaşardım. Bax, bu tənqidi təfəkkürün zəif inkişaf etməsidir. Bir işi görməmişdən əvvəl onun mümkün nəticəsini görməlisən, bilməlisən ki, bunu görməmişsən, bunu görsəm məni nə gözləyir, görməsəm məni nə gözləyir. Müstəqil şəkildə öyrənə bilir və ya ən azından bu cür öyrənməyə çalışır. Bir fikri çoxları tərəfindən qəbul edilməsi ilə həmin fikrin etibarı olub-olmaması arasında fərqi görür. Müxtəlif baxışları təhrif etmədən, süni şəkildə şişirtmədən, ələ salmadan təqdim edə bilmək bu tənqidi düşünən insanın bacarıqlarıdır. Tənqidi düşünən insan məsələyə məqsəd yönlü suallar verir, vacib informasiyaları toplayır, obyektiv olur, məsələyə qərəzsiz olur, ədalətli olur. Tənqidi təfəkkürdə əsas onu bilməliyik ki, obyektivlik, düzgünlük tənqidi təfəkkürün əsas vacib məqamıdır. İnsan hər hansı bir fikir bildirərkən, mühakimə yürüdərkən öz metakognitiv düşüncəsindən, öz fikrindən istifadə etməlidir, öz fikrini əsaslandırmağı bacarmalıdır. Bugünkü izahımız bu qədər müəllimlər. Sağ olun, hər birinizə xoş dinləmələr, hər birinizə zehin açıqlığı arzulayıram.